Bakı Slavyan Universiteti kadr hazırlığı prosesində inklüziv təhsilin prinsiplərinə uyğun yanaşmaların tətbiqinə çalışır. Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib. Onun sözlərinə görə inklüziv təhsilin inklüziv cəmiyyətə təsiri konfransında əldə olunan nəticələr həm tədris, həm də maarifləndirmə prosesinə ciddi töhfə verəcək. Həmçinin rektor kadr hazırlığı prosesində digər ölkələrlə olan əməkdaşlığa da toxunub. Layihəmiz çərçivəsində bir çox ölkələrlə əməkdaşlıqlar eləyirik. Bu əməkdaşlıqlarda yenə deyirəm qarşılıqlı öyrənmə, müxtəlif təcrübələrin öyrənilməsi, çünki inklüziv təhsilə yanaşmalar, baxışlar, fərqli baxışlar var dünya üzrə. Vacib olan məsələ ondan ibarətdir ki, bizim təhsil sistemimizdə təhsil qanunvericiliyimizin tələblərinə uyğun şəkildə ali təhsil müəssisəsi olaraq Bakı Slavyan Universiteti kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərini nəzərə alması üçün özünün bilik, bacarıq, elmi tədqiqat və öyrənmə platformasını genişləndirməyi hədəfləyir.